Salam, vaxtınız xeyir olsun dostlar. Mən Toyota Lexus Vulgarus'da bu günləri mən sizə çəkdiyim avtomobil Toyota Highlander 2tay variantı. 2tay deyəndə qorxmayın qardaş, belə çıxmasın. iPhone zavod da 2taydır bu. Bu gün usta bu maşını almağına dəyər, 2.5 mühərrikdir. Həqiqətən deyirəm dostlar, almağına dəyər. Mən şəxsən bu avtomobili çəkib paylaşmaq özümə borc bildim, çünki müştərilər çox sual verirdi. Siz inanırsınız, bunun incəliklərini, bunun komfortunu görürsünüz, bunun rahatlığını görürsünüz. Yəni bir dənə qaymaq həqiqətən. O çox adam sual verir ki, burada boşluq var, dəmir boşluq var. Mən siz servisini çəkərəm, paylaşarım ki, ümumi servisdən bax bu da var. Servisdən göstərir. Yəni o problemdir, onun problemi eləmir, kompleks eləmir. Yəni usta kimi fikrini soruşursa, almağa dəyər, dəyməz, al o, fikirləşmədən. Həqiqətən, bugünkü günü bir 20 minə qədər fərq icabı eləyir. Yəni 20 minə qədər fərq edir arasında məsafə. Hətta bunun üstünləri odur ki, servisdə 2-dir, bunda 3 lupadır. Servislər, yəni Amerikan qoyur, təbii ki, servis deyirik. Burada ışıqlar, favorit yanır, bir də buradan yanır, amma bunda tam bütün yəni favorit. Yəni üstünləri həm budur. İçində komfortlu inşa çəkib paylaşacağım. Mühərriklərini çəkib paylaşacağım. 2.5 mühərrikdir. 92-95 ilə sürə bilərsən, 92 ilə sürə bilərsən, problem yoxdur. Yəni bugünkü tamamı hansı zapravkalardan ehtiyat edirsiniz, yaxşı olar, çünki yanacaq söhbəti var. Burada videonu çalışıram, qısaldım, çünki çox videolarına səbir çatmır baxmağa. Belə. İndi tam ətraflı çəkəcəm, baxarsınız. Yəni mənim sözüm son sözümdə usta, dəyər dəyməz fikirləşmədən, həqiqətən mən Allah izinlə bugünkü günə qərar versəm, fikirləşmədən onu götürəcəm. Stop elə hərəkət. Yeddi yeriydi. Baxa bilərsiniz. Bu full komplektasiyadır. Panorama lüktür. Burada kamera var, bagaj açıq olduğu üçün tam görsənmir. Arxa kamerada bu. Bu da parkovka kamerasıdır. Super, əla. Həqiqətən. Fikirləşmədən əla. Yorumları yazınız və zəhmət olmasa səhifəyə takib atın. Mən Toyota Lexus Vulgarus'da. Diqqət, təşəkkür edirəm.